Şər Nuri rəhmətli, atası aktyor idi, özü də aktyor oldu, özü atasından da yaxşı. Biz bir dəfə istədik ki, bizim istəyimizdən olsun. Alınmadı. Sonra özümüz peşman olduq ki, biz yaxşı bir ailə ilə istədik qohum olalım. Belə, amma elə hələ belə deyək ki, nişan olmamış, artıq bunlar söhbətləri tutmadı. Və çox şükür ki, elə heç nişanlanmamış. Belə sonra öz-özümüzə fikirləşdik ki, səhv eləmişik. Yəni bunların biz özlərinin seçimi olmalıdır. Bir də görürsən ki, uşaq seçim eləyir, düzgün seçim eləmir. Yəni, o eləyir, orada artıq istər-istəməz qarışmalı olursan. Bu çox mürəkkəb bir şeydir. Bir də görürsən, o sevgi onun gözünü elə tutub ki, mən eşitmişəm ki, bəzən televiziyada da verirlər. Görürsən ki, bunun istəyinə qarşı valideynlər çıxıb özünə qəsd eləyib. Nə bilim, vallahi belə şeylər olur. Yəni, ona görə deyirəm ki, o məhəbbətin gözü kördür bəzən. Görsən, seçim eləyir, amma onun nə cür oğlan və yaxud qız